savaşla əlaqəli mən bəzi dostlarımız düşünürlər ki, bu savaş Çinin İranla əlaqələrini kəsməkdir, ya körfəzi ələ keçirməkdir, ya ki, nüvə silahlarını aradan qaldırmaqdır. Və bəzi dostlarımız da maalesef düşünürlər ki, Amerikanın İrana saldırması və ya İranı işgal etməsi bizə bir fürsət yaradacaq, şərait yaradacaq ki, Amerika İranı işgal edəndən sonra hər hansı bir haqları əldə edə bilək, ya ki, istiqlalımızı əldə edə bilək. Mən qətiyyətlə belə düşünmürəm, heç tam da tərsini düşünürəm. Niyə ki, mən belə baxıram məsələyə. Amerikanın İrana saldırması əslində İranda olan islahatçıların hakimiyyətdən təmizlənməsidir. İslahatçıların İranda hakimiyyətdə usulgaralar tərəfindən təmizlənməsi, yəni budur ki, İranın içində olan, qərbə bağlı olan qüvvələrin İrandan təmizlənməsidir. Və ona görə Amerika o qüvvələrini ayaqda tutsun, ya bir daha hakimiyyətə gətirsin deyə həmən islahatçıları o üzdən bu savaşı başlatdı. İslahatçılar deyəndə belə qısaca dediyim gibi daha da yaxşı açıqlansın deyə Türkiyədə olan FETÖ, həmən Rəfsəncani. Diqqət eləsəniz, Rəfsəncani öləndən bəri içəridə olan problemlər artdı, xaricdən olan baskılar artdı. Niyə ki, qərbə bağlı olan islahatçıların atası Rəfsəncani idi. Və o dostlarımız ki, düşünürlər ki, Amerika İranı işgal edəcək də bizə bir haqqı hüquq tanıyacaqsa, bunu yaxşı bilməlidirlər ki, Amerika, hətta Trump da buna işarə elədi ki, İranda pəhləvini yox, mən İranın içindən bir rəhbərliyi nəzərdə almışam ki, İranı başına gətirəm. O da həmən islahatçılar tərəfindən, misal Ruhani kimi bir adam, həm içəriyə bağlı olan, içəri ilə əlaqəli olan, həm ruhanidir, bir molladır o da və ki, islahatçıdır. Yəni, islahatçı deyəndə qərbə bağlı olan deməkdir. Ona görə bu məsələlərə biraz düşünürəm ki, daha çox diqqət eləməliyik və demirəm də usulgaralara etimad etmək olar. Nə qədər ki, usulgaralar tərəfindən də bizə hər hansı bir haqqı verilməyib, tabii onlar da etimad eləməli. Bir qüvvə deyir İranda, biz üçün, biz türklər üçün. Ona görə bu məsələni lütfən biraz da dərindən düşünəyin və ona görə addımlarımızı atayın.